Salam. Bugün 1 mart tarixi 2026-cı ildə keçirilən OTK 11-ci sinif buraxılış sınav imtahanına baxırıq. Başlayaq 31-ci sualdan. İfadəsini sadələşdirin. Rasional kəsrlər bölməsinə aid bir sualdır. Deməli, baxırıq ki, burada baxın vurğulara ayırma hal-hazırda eləyə bilmirik. Deməli, biz mötərizəni açıb yenidən bir qruplaşdırma yarada bilərik. Hansı formada? Yazaq belə. X, y kvadratı çıxılsın x üstəgəl y x kvadratı çıxılsın y məxrəci olduğu kimi saxlayaq. Yuxarıda artıq birinci ilə ikincini yox, ikinci və üçüncü ədədləri, ifadələri bir qruplaşdıraq. Məsələn, xy kvadratı ilə yx kvadratının ortaq vurğu xy var. Deməli, birincidən y qalır, aralarında toplamadır, ikincidən də x qalır. Digər iki ifadəni mənfi x və mənfi y mənfinin mötərizə xaricinə çıxararaq x üstəgəl y şəklində yazaq. Məxrəci olduğu kimi saxlayırıq yenə və bundan sonra yuxarıda x üstəgəl y-lər yenə ortaq vuruqdur. X üstəgəl y vurulsun. Birinci ifadədən xy qalır, ikinci ifadədən mənfi 1. Bunun qarşısındakı hasili mənfi 1 olaraq düşünə bilərik. Məxrəc də yenə olduğu kimi burada x üstəgəl xy çıx birlər eyni ifadədə ixtisar olunur. Cavab qalır x üstəgəl y. D variantı. Keçdik 32-ci suala. X çıx y ifadəsinin qiymətini istəyir. Bəzən məsələn x və y-i ayrı-ayrı tapmamağa lazım olur bizə. Yəni ehtiyacı olmur tapmağa. Amma burada tapmalı olacağıq. Gəlin belə deyək. Aşağını məsələn mənfi 2-yə vuraq. Aşağıdakı tənliyin sağın və solun mənfi 2-yə vuraq. Yazaq buradan. Deməli, 2x üstəgəl 3y bərabərdir 7. Aşağıdakı tənliyin hər bir həddi mənfi 2-yə vuraq. Mənfi 2x çıx 4y bərabərdir mənfi 16. Alt-alta toplayanda 2x-lar gedir. Qalır mənfi y, 3y-lə mənfi 4y topladıq. Bərabərdir mənfi 9-a. Buradan y bərabərdir 9. Y-i 9 tapdıqsa, aparaq ya aşağıdakı tənlikdə, ya yuxarıdakı tənlikdə yerinə yazsaq, olur belə bir tənlik. X üstəgəl 18 bərabərdir 8, x da bərabərdir mənfi 10. Bizdən də x çıx y istəyir, yəni mənfi 10 çıx 9. Cavabımız olur mənfi 19 C variantı. Deməli, absis oxunun kəsdiyi nöqtələri verilib bir kvadratik funksiyadır. Funksiyanın artma aralığını tapın. Baxın, biz funksiyanın artma aralığını tapmaqdan ötürü biz onun təpə nöqtəsinin koordinatlarını tapmalıyıq. Daha doğrusu x0-ı tapsaq bəs eləyir bizə. Artma aralığı da ki, nədir? Sağa doğru funksiya yuxarı hərəkət edirsə, bu onun artma aralığıdır. Baxın, bu hissənin hansı aralığa düşdüyünü bilməliyik. Buradakı cavablardan əslində görsənir, əgər funksiyanın qrafikini düz veribdirsə, Y variantı olacaq çox güman ki, amma yenə də baxmaq lazımdır, artma aralığını tapmaqdan ötürü. Necə tapacağıq? Baxın, burada x-a mənfi 1 verəndə y-imiz 0 olur. X-a 5 verəndə y-imiz 0 olur. Aparaq qoyaq yerinə hesablayaq. A-nı, B-ni, C-ni tapmağa çalışaq. Deməli, mənfi 1 yazanda 0 alınır. 0 bərabərdir. X-in yerinə mənfi 1-in kvadratı olur 1. 1-i A-ya vururuq A. Çıxılsın B, üstəgəl C. Digərində də 5 yazanda 0 alınır. Deməli, 5 yazanda 0 alınırsa 0 bərabərdir 25A üstəgəl 5B üstəgəl C. Alt-alta çıxma eləsək biz burada, alt-alta çıxma eləyəndə nə qalır? Qalır belə. 0 bərabərdir. 25A-dan A-nı çıxırıq. Qalır 24A. 5B-dən mənfi B-ni çıxanda qalır müsbət 6B. Bundan sonra nə edək? Baxın, burada C-ni tapa bilməyəcəyik biz. Çünki 3 dənə dəyişən var, amma 2 dənə tənlik verir və başqa bir nöqtə verməyib. Bizə sadəcə x0-ı tapmaq kifayətdir. x0 da necə tapılır? x0-ın düsturu bu şəkildədir. Mənfi B bölünsün 2A. Çünki bu nöqtəni tapmağımız bizə kifayət edir ki, artma aralığını görək. Məsələn, mənfi sonsuzluqdan x0-a qədər bu artacaq.
Biz sadəcə x0-ı tapmalıyıq. Yəni B ilə A-nın arasındakı münasibəti bilsək bizə bəsdir. Burada da necə yaza bilərik? Məsələn, 6B-ni sağa keçirsək, olur -6B bərabərdir 24A. Hər tərəfi 6-ya bölsək, -B bərabərdir 4A-ya. Vəssalam. -B 4A-ya bərabərdirsə, -B-nin əvəzinə aparıb burada 4A yazsaq, x0 bərabərdir 4A bölü 2A. A-lar ixtisar gedir, cavab qalır. Deməli, x0-ımız bizim 2-dir. Deməli, mənfi sonsuzluqdan 2-yə qədər funksiyamız artandır. Baxın, bu aralıqda artandır. Üzü yuxarı hərəkət edir. Qrafikləri mütləq şəkildə müəyyən qədər anlamaq lazımdır. Yəni, x artdıqca y də artırsa, bu artan aralıqdır. X artdıqca y azalırsa, artıq bu olur azalan aralıq. Məsələn, biz 2 dənə nöqtə götürək digər tərəfdə. Baxın, buradakı x tutalım. Məsələn deyirəm, 3-dürsə, buradakı x 4-dür. Düzdür? 3-də aldığı qiymətə baxın, 4-də aldığı qiymətə baxın. 3-də məsələn 5 alıbdırsa, 4-də məsələn 2 alıb. Görürsüz, x artıb, amma y azalır. Ona görə də bu mavi olan hissə, bu hissə azalandır, qırmızı olan hissə də artandır. Artan aralıq olacaq, Y variantı mənfi sonsuzluqdan 2-yə. Biraz bu tip sual məsələn yaxşı bir sualdır. Çaşdırıcı bir sualdır. Məsələn, A-nı, B-ni, C-ni tapmaq olmur, amma bizə ehtiyac da yoxdur. A ilə B arasındakı münasibəti bilməyimiz bəs eləyir bizim. Bax, buradan -B-nin 4A-ya bərabər olduğunu və x0-ın düsturunu mütləq şəkildə yadda saxlamaq lazımdır. -B bölü 2A. Davam edirik. 34-cü sual, kəsr hissəsi. Bir ədədin kəsr hissəsini tapmaqdan ötürü, məsələn, 5,3-ün kəsr hissəsini tapanda nə edirik? Tam hissəsini tapırıq, tam hissəsi görsənir rahatlıqla. Ədədin özündən tam hissəni çıxanda kəsr hissə qalır. Ədədin özündən tam hissəni çıxanda kəsr hissə qalır. İndi ədədimizin özü budur. İndi biz bunun tam hissəsini tapmalıyıq. Baxın, 17-dən təqribi olaraq, köşdə 17-dən kəsr hissəni bilməsək də 4 tam neçəsə çıxdığını bilirik. Düzdür? Həmin o 4 tamdan da 3 tamı çıxsaq, 4 tam neçədənsə 3 tamı çıxsaq, nə qalacaq? 1 tam neçəsə. Düzdür? Deməli, ədədimizin özü budur. Tam hissəsi 1-dir, düzdür? Deməli, ədədin özündən tam hissəni çıxsaq, qalacaq ədədin kəsr hissəsi. Köşdə 17 çıx 3, çıxılsın 1 olacaq. Bax, bizə verilən ədədin kəsr hissəsi. O da bərabərdir. Köşdə 17 çıxılsın 4. Cavab olur A variantı. Davam edirik. İfadəsini sadələşdirin. Kompleks ədədlərə aid bir sualdır. Baxın, burada biz i üstü hər hansısa bir ədəd veriləndə i-yə bərabərdir. i-nin kvadratı -1-ə, i-nin kubu, i-nin kubunu belə təsəvvür edirik də, i-nin kvadratı vur i-nin kvadratı da -1-dir axı. Olacaq -i, i üstü 4 bərabərdir 1-ə. Yenidən məsələn i üstü 5-ə baxsaq, i üstü 5-i i üstü 4 vur i kimi təsəvvür eləsək, bərabər olur i-yə. Yəni 4-ə bölürük, qalıq nə qalırsa, ondan sonrasını başlayırıq fikirləşməyə. Baxın, biz burada i üstü 7-dir. i üstü 7-ni 4-ə böləndə qalır i-nin kubu. i-nin kubu da nəyə bərabərdir? -i-yə. Yəni i üstü 7 bərabər olur -i-yə. Yazaq belə. 1 çıx i, 1 çıxılsın -i artıq olacaq 1 üstəgəl i. Yuxarıda alınan ifadə, yəni surətdə alınan ifadə oldu bu. Yenə i üstü 10-u biz bu şəkildə yaza bilirik də, i üstü 8 vurulsun i-nin kvadratı. Baxın, i üstü 8 1-dir, 4-ə bölünən bir ədəddir. i üstü 8 1-dir, biz sadəcə i-nin kvadratına baxırıq. i-nin kvadratı da nədir? -1. Olacaq 1 çıxılsın -1 bizə verəcək 1 üstəgəl 1 vurulsun 1 üstəgəl i üstü 4 yenə də 1-ə bərabərdir. Bu da bərabərdir. Yuxarıda alınır 1 çıxılsın i-nin kvadratı, aşağıda da 2 vur 2, yəni 4. 1 çıxılsın i kvadrat nədir? i kvadrat da -1-dir axı. 1 üstəgəl i olacaq. 1 üstəgəl, daha doğrusu 1 çıxılsın -1, o da 1 üstəgəl 1 eləyir də. Bu -1-dir axı. Yəni yuxarıda alınır 2, məxrəcdə də alınır 4. Cavab olur 4-də 2 və yaxud 2-də 1. C variantı. Davam edirik. 36-cı sual. Çoxluqlara aid bir sualdır. Çoxluqlarla bağlı suallarda daha çox məsləhət görürəm. %90-95 misallarda, yəni
suallarda Venn diaqramından istifadə eləyin. Deməli, bizə verilənlərə baxırıq. N A-nı verib, N B-ni də verib və B A-nın alt çoxluğudur. Deməli, baxın, bizim diaqramımız bu şəkildədir. B A-nın alt çoxluğusa, B A-nın içərisində B-nin bütün elementləri A-ya daxildir. B-də 4 element varsa, A-nın özünə məxsus 3 element var. Çünki bütöv A-nın içərisində yenə də 7 element olmuş olur. N A ilə B-nin birləşməsi məlum məsələdir. Biri digərinin alt çoxluğudursa, birləşmə bizə verəcək 7. Ümumilikdə 7 dənə element olacaq. Kəsişmə də bizə verəcək 4. 4 dənəsi ortaqdır. B-də olan hər bir element A-da var. 4-ü də A-da varsa, deməli 4 dənəsi ortaqdır. Kəsişmədə də ortaq olanları götürürük. Cavabımız olur 11 Y variantı. Davam edirik. Deməli, bizə verilib düzbucaqlı üçbucağında B-ni verib, A-nın koordinatlarını verib, B-nin koordinatlarını verib, BC-ni verib, bizdən istəyir AC tərəfinin uzunluğu. Gəlin bir düzbucaqlı üçbucaq çəkək. B bucağı 90 dərəcədir. Bura A olsun, burada B. A-nın koordinatları deməli. Gələk bunu biraz fərqli çəkərdik. Olsun, yəni bir önəmi yoxdur əslində. İki nöqtə arasındakı məsafə düsturundan istifadə edə bilərik. B-miz deməli, B deyil, C olmalıdır. B-nin koordinatları -1, 3. A-nın koordinatları 2, -1. Deməli, biz baxın, burada AB-nin uzunluğunu tapa bilirik. İki nöqtə arasındakı düstur necə idi? Kök altında x2 çıx x1-in kvadratı üstə gəl y2 çıx y1-in kvadratı. Yəni y-lər arasındakı fərqin kvadratı ilə x-lar arasındakı fərqin kvadratını toplayırıq. Baxın, -1 ilə 2 arasındakı fərq nə qədərdir? 3. 3-ün kvadratı üstə gəl, -1 ilə 3 arasındakı fərq nə qədərdir? 4. 4-ün kvadratı kök altında. Bu da bizə 5 verir də. Deməli, AB məsafəsini biz tapdıq 5. BC-nin də uzunluğunu özü verib 12. Bizdən də AC tərəfinin uzunluğunu istəyir. Pifaqor teoremindən istifadə edib AC tərəfinin uzunluğunun 13 olduğunu taparıq. Cavab olur A variantı. Gəlin burada iki nöqtə arasındakı bu məsafə düsturu ilə bağlı bu nöqtələrin arasındakı məsafə niyə 5 oldu? Yəni A-dan B-yə kimi məsafə niyə 5 oldu? Bir dənə ona baxaq. Koordinat sistemində baxın həmin nöqtələri qeyd edək. Deməli, A-mız 2 -1 nöqtəsidir. 2 -1 nöqtəsi bura olsun. X-imiz 2-dir, Y-imiz -1. B-nin koordinatları -1, 3. X-imiz -1-dir, Y-imiz 3. Baxın bu nöqtə. Bizə lazımdır bu məsafəni tapmaq. Bu qırmızı xəttin uzunluğu. Necə düşünə bilərik? Baxın, burada bir düzbucaqlı üçbucaq yaradacağıq. Və bu yaranan üçbucağın katetlərinə baxacağıq. Bu düzbucaqlı üçbucağın katetlərinin uzunluğu. Baxın, -1 nöqtəsindən 2 nöqtəsinə kimi məsafə. -1-dən 2-yə kimi məsafəni biz bilirik. Ədəd oxunda baxanda da rahat görsənir. 3-dür və 3 nöqtəsindən y-imiz 3-dür, digərinin y-i -1. -1-dən 3-ə kimi məsafə nə qədərdir? Yəni, baxın bu məsafə. Bu məsafədə 4. Katetlər üstü 4-sə, hipotenus üstü olur 5. Yəni, orada BC-nin uzunluğunu biz, daha doğrusu nəyin? AB-nin uzunluğunu biz tapdıq. 5 olmağını bu şəkildə tapdıq. Sadəcə nöqtələri biz düzgün uzağı çəkmədim koordinat sistemində. Bu şəkildədir. Yəni orada bu düstur sizə qəribə gəlməsin ki, bu düstur lap yaddan çıxsa belə x-lar arasındakı fərqin kvadratı ilə y-lər arasındakı fərqin kvadratı. Pifaqor teoremidir. 37-ci sual. 38. Deməli, sinus alfa 3/1-dir. Baxın, sinus alfa nədir? Sinus qarşı katetin hipotenusa nisbəti. Hər hansısa bir alfa bucağı var. Bir düzbucaqlı üçbucaq çəkək. Alfa bucağı var. Alfa bucağının sinusu nədir? Qarşı katetin hipotenusa nisbəti. Bu şəkildədir. Bizdən nə istəyir? Tangens kvadrat alfa. Kvadrat vermə səbəbi, məsələn, tangens ikinci rübdə sinus ikinci rübdə müsbətdir, tangens ikinci rübdə mənfidir. Kvadrat verib ki, biz o mənfini nəzərə almayaq. Elə düzbucaqlı üçbucaq üzərində işləsək çox daha yaxşıdır. Biz burada digər kateti tapa bilirik də Pifaqorla. 9-un kvadratından 1-in kvadratını çıxırıq. Olur kök altında 8. Tangens alfa nədir? Qarşı katetin birləşik katetə nisbəti. Yəni 1 bölünsün kökdə 8. Tangens alfa da budur. Bizdən bunun kvadratını istəyir.
Cavab olur 8-də 1 C variantı. Davam edirik 39-cu sual. Düsturu bilmək şərtdir. 2 tangens alfa, 1 çıxılsın tangens kvadratı alfa. Bu bizə verir tangens 2x-in açılışıdır. Tangens 2x bərabərdir 1. Tangens nə zaman 1-ə bərabərdir? 45 dərəcədir. Tangensin mütləq şəkildə bizə təyin oblastı deyiləndə nədir? Mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 aralığını götürməliyik. Bir rahatdır, müsbət ədəd verəndə yenə də rahat görmək olur. Pi bölü 4 45 dərəcə. Üstəgəl tangensin dövrü pi olduğuna görə pi k. Burada da k daxildir, z, yəni tam ədədlər çoxluğuna. Hər tərəfi bərabərliyin hər tərəfini 2-yə bölsək, hər bir həddə x bərabərdir. Pi bölü 8 üstəgəl pi k bölü 2. Cavab olur pi bölü 8 üstəgəl pi k bölü 2 B variantı. 40-cı sual. Oturacağının radiusu 4 olan konusun yan səthinin sahəsi. Konusun yan səthinin düsturu nədir? S yan konusda pi r l bu düsturla tapılır. Bizə deməli yan səthinin 36 pi və radiusunun da 4 olduğu verilib. Məsələn, yazacağıq pi vurulsun, radiusumuz 4 vurulsun l. Doğranı da l ilə ifadə elədik. O da bərabərdir 36 pi-yə. Hər tərəfi 4 pi-yə bölsək, l bərabərdir 9 alınır. Cavab olur B variantı. 41-ci sual. 3 rəqəmli ədədi 3-ə tam bölünərsə, A-nın ən böyük qiymətini tapın. 3-ə bölünmə əlaməti rəqəmləri cəmi 3-ə bölünsün. Bu ikisinin cəmi 7-dir. 7-nin üstünə 2 gəlsək 9 eləyər. Birini tapdıq, digərləri də 3 artacaq. 2, 5 və 8. 11 yaza bilmərik, çünki 11 bir rəqəm deyil. Ən böyük 8 ola bilər. 8 yazsaq 3-ə bölünəcək. 42-ci sual çevrə ilə bağlı bir sualdır. Mərkəzi O nöqtəsidir. A bucağın 40 dərəcə verib. Burana verib 40 dərəcə. C bucağının dərəcə ölçüsünü istəyir bizdən. Deməli, necə baxa bilərik məsələyə? Baxın, 40 dərəcədirsə, biz onun, yəni 40 dərəcəli daxili bucağın baxdığı qövsü tapa bilərik. Baxdığı qövs, yəni söykəndiyi qövs buradır. Bu qövs olur 80 dərəcə. Bu qırmızı qövs deyək bura. Bu olur 80 dərəcə. Və AC mərkəzdən keçdiyinə görə bu hissə bütövlükdə 180 dərəcədir. 180 dərəcə olduğuna görə mavi qövsdə olacaq 100 dərəcə. İkisi bir yerdə yarım çevrə əmələ gətirsin. Mavi qövsə də deyək 100 dərəcə. Və biz x bucağını necə tapa bilərik? Yəni C bucağı. X bucağı bərabərdir. Elə bir kəsənlə toxunanın ayırdığı böyük qövsdən, 100 dərəcəli qövsdən çıxırıq 80 dərəcəli qövsü dərəcəsini bölürük 2-yə. Cavab olur 10 A variantı. Burada məsələn düstur yaddan çıxsa necə düşünə bilərik? Düstur yaddan çıxsa, gəlin düstursuz da yazmağa çalışaq. Baxın, ikinci bir radiusu çəkək. Çevrə ilə bağlı suallarda ümumiyyətlə mərkəzlə bu kəsişmə nöqtələrin birləşdirən radiuslar çəkib nələrsə eləmək olur. Əksər misallarda. Buranı bizə verib 40 dərəcə və O nöqtəsi deyək bura. OA və OB hər ikisi radius olduğuna görə burada bir bərabəryanlı üçbucaq yaranır. Bərabəryanlı üçbucaqda da biz bilirik ki, oturacağı birləşik bucaqlar bərabərdir. 40 dərəcə. Və toxunana çəkilən radius onunla 90 dərəcəli bucaq əmələ gətirir. Buranı tapdıq 90 dərəcə. Bizə qalıb bu bucağı tapmaq. Bu bucağı da necə tapa bilərik? Adi üçbucaqlardan istifadə edə bilərik. Üçbucağın 2 daxili bucağının cəmi 3-cü bucağının xarici bucağına bərabərdir. Buranın 80 dərəcə olduğunu bilərik. Məsələn, bura 100 olur. Bura yenə 80 qalır da, qonşu bucaqlarda axı. Və düzbucaqlı üçbucağın daxili bucaqlarından, iti bucaqlarından biri 80-dırsa, digər iti bucağı da olur 10 dərəcə. Cavab yəni belədə də yenə A variantı almış oluruq. Davam edirik. 43-cü sual. Oxşarlıqla bağlı bir suala bənzəyir. Deməli, ABC veribdir bunların hamısını. DY ilə BC-nin paralel olduğunu verib və bütün baxın, paraleldirsə, şəkli yaxınlaşdıraq. Burada nədən istifadə edək? Oxşarlıqdan istifadə edəcəyik. Sadəcə açıq olsun deyə bu şəkildə. Baxın, bu bucaqla, yəni Y bucağı ilə C bucağı bir-birinə bərabərdir. Çünki iki paralel düz xətdir. Kəsən üçüncü düz xətt
orada uyğun bucaqlar yaradır. Bax, bu uyğun bucaqlar ikisi də bir-birinə bərabərdir. İkisini də eyni bucaq altında kəsir də. İki paralel düz xətti kəsən üçüncü düz xətt. Bu iki bucaq, yəni B bucağı ilə D bucağı bir-birinə bərabərdir. A bucağı da təpə bucağı da ortaq bir bucaqdır. Yəni burada ADY üçbucağı ilə ABC üçbucağı bir-birinin oxşarıdır. İndi nədən istifadə eləyək? Baxın, burada kiçik üçbucaqda ADY-də bir dənəli bucağın qabağı 3-dür. 3. Digər yekə üçbucaqda ABC üçbucağında bir dənəlinin qabağı 9-dur. Töv baxırıq, bərabərdir. ADY üçbucağında 3 dənəlinin qabağı 2-dir. 3 dənəli dediyim burada 3 dənə xətt çəkmişik bucaqda. Ona görə 3 dənəli deyirik. Digərinə də x deyək də. ABC üçbucağında da BC tərəfinə x deyək. Vəssalam. Çarpaz vursaq 3x bərabərdir 18, x də bərabərdir 6. Cavab olur D variantı. 44-cü sual. ABC üçbucağında CD median, M nöqtəsi medianların kəsişmə nöqtəsi. Gəlin baxaq. CD bir mediandır. Və M nöqtəsi medianların kəsişmə nöqtəsi. Bizdən də nəyi verib? S, M, BMD. BMD. Buranın sahəsini veribdir 5. Bizdən ABC-nin sahəsini istəyir. Baxın, medianların kəsişmə nöqtəsi. Gəlin elə bu medianların üçünü də çəkək. Tutalım. BK bir mediandır. AY-də bir median. Medianlar kəsişmə nöqtəsində nə baş verirdi? 6 dənə üçbucaq yaranır və hər bir üçbucağın sahəsi bir-birinə bərabərdir. Burada hər biri 5-dir. Vəssalam. 5-i 6-ya vuraraq ABC üçbucağının sahəsini tapırıq. Cavab olur 30. 4-cü sual belə. 45-ci sual. Deməli, radiusu 10 olan O mərkəzli bir çevrə C-yə toxunan və CA kəsəndir. Perpendikulyar hansı verib? OD və AB perpendikulyardır. CY ilə də OD. CY və OD paraleldir. CY və OD paraleldirsə, deməli, baxın, buradakı bu bucaqda 90 dərəcədir. Unutmayaq. Çünki bir düz xəttdə perpendikulyar olan iki düz xətt, hər ikisi perpendikulyarsa, deməli, həmin düz xəttlər bir-birinə paraleldir. Və yaxud burada paralelliyi verilib, perpendikulyarlığı barədə deyə bilərik. İkisi paraleldirsə, deməli, eyni bucaq altında kəsir də üçüncü bir düz xətti 90 dərəcə altında. OD 8-dir, BC parçasının uzunluğunu istəyir. Nədən istifadə edə bilərik? Baxın, biz OY-ni çəksək, burada da bir 90 dərəcə yaranır. Burada 90 dərəcədir. Burada 90 dərəcə olmağa məcburdur. Dörd bucaqlı yarandı axı burada. ODY, ODSY. Və düzbucaqlının qarşı tərəfləri bərabərdir. Biz CY-nin 8 olduğunu deyə bilərik. Radius 10-dursa, bir radius çəkək. Baxın, bayaqki məsələdəki kimi. Mərkəzlə çevrənin hər hansısa bir nöqtəsinə, bilinən bir nöqtəsinə düz xətt çəksəm, buranın 10 olduğunu deyə bilirəm. 10-dursa, baxın, burada bir düzbucaqlı üçbucaq yarandı. AOD üçbucağı. Katetlərdən biri 8, hipotenus 10-dursa, digər katet olacaq 6. Və AD 6-dırsa, DB də 6 olmağa məcburdur. Çünki vətərə mərkəzdən perpendikulyar çəkilən bir düz xətt onu 2 bərabər hissəyə bölür. 6, 6 və vətərin ayırdığı qövsü də 2 bərabər hissəyə bölür. Bunu da xatırlatmaq üçün deyək. Və biz BC-ni istəyir. BC-yə bir x deyək. Çevrədə bir münasibət var idi. Çevrədə bir toxunan və bir kəsən arasında. Məsələn, toxunana bir T deyək. Kəsən də bir A, B. Çöldə qalan hissəsi A olsun. İçəridə qalan hissəsi də B. Bizim bir düsturumuz var idi. Toxunanın kvadratı bərabərdir. Bütöv kəsən nədir? A üstə gəl B. Vurulsun, onun xaricdə qalan hissəsi A. Burada həmin bu düsturdan istifadə edəcəyik. Bu hissəni silək. BC-yə x dedik. Deməli, dedik CY-nin kvadratı bərabərdir. Kəsən nədir? Burada AC-dir. Bütöv kəsən. Vur onun xaricdə qalan hissəsi. B, C. İndi verilənləri yazaq yerinə. CY-miz 8-dir. 8-in kvadratı bərabərdir. AC-miz nədir? 12 üstəgəl x. 12 üstəgəl x
vurulsun BC, xaricdə qalan hissə, yəni x. Burada da bir kvadrat tənliyi alınır. X kvadrat üstəgəl 12x 64-ü də keçirik bərabərliyin sağ tərəfinə. Olur çıx 64 bərabər 0. Burada da vietlə düşünək tapaq. Deməli, cəmi -12, hasili -64. -16 və 4. Təbii ki, xəttin uzunluğu -16 olmaz. BC olacaq 4. Cavabımız olur 4. Davam edirik. 46-cı sual. Ardıcıl tək ədədlərdir. İfadəsinin qiymətini tapın. Ardıcıl tək ədədlər və bu şəkildə verib. Deməli, biz A-ya desək, bir n, B olacaq n üstəgəl 2, 2 artır da. C də olacaq n üstəgəl 4. Tək ədədləri 2 artıraq. İndi A çıx B. Əvvəlcə ifadəni sadələşdirək, sonra yerinə lazım olsa bunları yazarıq. A çıx B. A B-dən balaca olduğuna görə modul ifadə görəndə bizim ağlımıza gəlməlidir. Müsbətdirsə özü, mənfidirsə əksi çıxacaq. A çıx B mənfi bir ədəddir. Çünki A B-dən balacadır. Mənfidirsə əksi çıxır. B çıx A üstəgəl. C çıx A. C böyükdür A-dan. Müsbətdir. Müsbət olduğuna görə özü çıxır. C çıx A üstəgəl. B çıx C. B çıx C. Baxın, B C-dən balaca olduğuna görə bunun da əksi çıxacaq. C çıx B. İfadəni sadələşdirək. Deməli, burada B-lər gedir. B qalmır. Qalır -2A üstəgəl 2C. Bəli, burada da artıq -2A nədir? A-nın yerinə n yazsaq, -2n üstəgəl 2 vurulsun. C-miz də n üstəgəl 4. Mötərizəni açanda -2n üstəgəl 2n üstəgəl 8. 2n-lər islah olunur. Cavab qalır 8. 47-ci sual. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmi. Bizə artıq köklərini rahatlı tapmaq kvadrat bir bərabərsizlikdir. Kökləri dediyim, yəni ifadəni sıfıra çevirən ədədlər. 1 ilə 5. 1 və 5. Daxil olmadığına görə biz boş dairə ilə ifadə edirik. İntervallara ayırdıq. Test üçün bir interval götürməliyik. Məsələn, 5-dən böyük bir ədəd yazsaq, burada müsbət alınır, burada mənfi. Deməli, 5-dən böyük bir ədədlərdə bu bizə mənfi verəcək. Mənfi, müsbət, mənfi, mənfi. Bizə müsbət aralıq lazımdır, 0-dan böyük. O da 1-5 aralığıdır. Deyir, bu aralıqda olan tam ədədlərin cəmi. Bu aralığa yerləşən tam ədədlər 2, 3 və 4. Bunları toplayanda da eləyəcək 9. 48-ci sual loqaritmik bir tənlikdir. Loqaritmanın, baxın, hər hansısa bir qüvvət üstü şəklində görəndə loqaritmadır. Məsələn, loqaritma, deməli, A üstü loqaritma B əsasdan C. Baxın, burada əsas ilə loqaritmanın üstü yer dəyişə bilər. C üstü loqaritma B əsasdan A yaza bilərik. Bu loqaritma xüsusiyyətlərindən biridir. Burada yəni x-la 125-in yerini dəyişmək mümkündür. Yazacağıq. X üstü loqaritma 5 əsasdan 125. Baxın, 125 və x-in yerini dəyişdik. 125 və x-in yerini dəyişdik. Bərabərdə 64-ə. Loqaritma 5 əsasdan 125 biz bildik ki 3 verir. 5-in kubu 125-ə bərabərdir. Deməli, x kubu bərabərdir 64-ə. X da bərabərdir 4-ə. Nəyin kubu 64-dür? 4-ün kubu. X-i tapdıq 4. Sadəcə loqaritmik tənliklərdə diqqətli olmalıyıq. Niyə? Cavabı tapandan sonra biz düşünməliyik, aparıb yerinə qoymalıyıq ki, görüm, çünki loqaritmanın üstü və əsası mənfi ədəd ola bilməz axı. Mənfi ədəd alınsa, məsələn, burada cavab -4 tapsaydıq, biz hesablamanı götürməyəcəydik. Məsələn, burada üstü 4 versəydi, 4 yox, 6 versəydi, məsələn, x-i müsbət -2 tapacaqdıq. Amma -2-ni yaza bilmərik. Ona görə deyirəm, burada sadəcə 4 tapdıq, bu da problem yaratmır. Yəni, loqaritmik ifadənin üstü 4 ola bilər. Cavab 4 götürürük. 49-cu sual. Piramidanın katetləri verilib, piramidanın həcmi verilib, piramidanın hündürlüyünü istəyir. Piramidanın hündürlüyü necə tapılır? S bərabərdir 3/1 vurulsun. S oturacaq vurulsun H. Baxın, katetlər verilibdirsə, biz artıq bu piramidanın oturacağıdır da bu. Oturacağı katetləri 9 və 10 olan düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın sahə düsturunu tapa bilirik də. Yəni S oturacağı buradan tapa bilirik. 9 vur 10 bölü 2. Bu da edir 45. Deməli, bu piramidanın
Oturacağının sahəsi 45-dir. Aparıb yerinə yazırıq. Vəssalam. Hündürlüyü tapırıq. Piramidanın hündürlüyünü tapırıq. Olur nə? 3də 1 vurulsun, 45 vurulsun h bərabərdir. Həcmi də bizə verilib də 120. Bərabərdir 120. Burada 45 və 3də 1 ixtisar getsə 15 qalar. H-ı da tapmaqdan ötürü 120-ni 15-ə bölürük. Olur 8. Cavabımız olur 8. 50-ci sual. ABC üçbucağında AB 8, DC 5, A bucağı 30 dərəcə. Bizdən nə istəyir? BDC üçbucağının sahəsini. BDC. Deməli, neyniyək burada? Burada məsələn bir hündürlük çəkə bilərik. Gəlin bir hündürlük çəkək. Bu yolla düşünməyə çalışaq. Hündürlük çəksək, burada yaranan və bu hündürlüyə BH deyək də. ABH üçbucağı, ABH üçbucağı oldu 30, 60, 90 üçbucağı. 90-ın qabağı 8-dirsə, 30-un qarşısı olacaq neçə? 4. Betonusun yarısı. 60-ın qarşısı, baxın 60 dərəcə bütöv burada. 60-ın qarşısı olacaq. Bizə heç o lazım deyil artıq. Çünki bizdən BDC-ni istəyir. 60-ın qarşısı biraz qəribə bir ədəd verəcək. 4/3 verəcək. Yəni bütöv ABC-ni istəsəydi, hə, cavab irrasional bir ədəd olacaqdı. Bizdən amma BDC-ni istəyir. BDC-ni istəyirsə, üçbucağın sahə düsturunu da biz bilirik. S bərabərdir AH böl 2. Hündürlük var, tərəf var. 4 vur 5 böl 2 cavab edir 10. 50-ci sualın cavabı oldu 10. 51-ci sual. Yaşları nisbəti iki qardaşın 6 il sonra yaşları nisbəti bu olar. Yaşları nisbəti tutalım birinci qardaş və ikinci qardaş. Yaşları nisbəti 3 böl 5-dirsə, biri 3K-dır, biri 5K. 6 il sonra birinci qardaşın yaşı olacaq 3K üstəgəl 6, ikinci qardaşın yaşı olacaq 5K üstəgəl 6. 6 yaş böyüdülər. Və 6 il keçəndən sonra yaşları nisbəti 4-də 3 olacaq. Deməli, 3K üstəgəl 6 bölünsün 5K üstəgəl 6 bərabərdir 4-də 3. Bir tənlik alındı, tənasüb. Tənasübü həll edib cavabı tapacağıq. Deməli, çarpaz şəkildə vuraq. 12K üstəgəl 24 bərabərdir 15K üstəgəl 18. K-ları bu tərəfə keçirim. Ədədləri digər tərəfə. Elə bir 24-dən 18 çıxacaq. Qalacaq 6 bərabərdir. 15K-dan da 2K, 12K çıxanda qalır 3K. Buradan da K bərabərdir 2. Bizə deyir, qardaşların indiki yaşlarının cəmi. K-nı 2 tapdıq. Aparaq yerinə qoyaq, hesablayaq. Deməli, qardaşın birinin 6 yaşı var, birinin də 10 yaşı. Yaşları cəmi olur 16. 52-ci sual bizə nələr verib? Silsilənin 11-ci həddini tapın. Baxın, S10 çıxılsın S9. Bu nə deməkdir? Bu 10-cu həddin tapılması deməkdir. Məsələn, yazıram belə bir ifadə. A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4. İlk 4 həddin cəmi deməkdir bu. Biz ilk 4 həddin cəmindən çıxsaq, A1 üstəgəl A2 üstəgəl A3. İlk 3 həddin çıxsaq, baxın, bu üçü belə gedir. Nə qalır? A4 qalır da. Bax, bu da o deməkdir. S10-dan S9-u çıxmaq, A10-u tapmaq deməkdir. Yəni, bizdə bunu verməklə A10-un qiymətini bizə verib. A10 yəni 10-cu həddin 16 olduğunu deyir. S12-dən S11-i çıxmaqla da 12-ci həddin nə olduğunu bizə deyir. A12 də bərabərdir 10-a. Bizdən 11-ci həddi istəyir. Düsturumuz var. Biz bilirik ki, məsələn, bunların indekslərinin ədədi ortasını tapsaq, A11 edir də 22-nin. Düsturu əvvəlcə yazın. A11 bərabərdir A10 üstəgəl A12 böl 2. Bizdə A10 ilə A12-nin ikisi ilə qiyməti var. 16 üstəgəl 10 böl 2. Bu da bizə verir 13. Cavabımız 13-dür. Düstur yaddan çıxıb. Baxın, belə düşünə bilərik. A10 10-cu həddi 16, sonra gəlib A11, sonra da gəlib A12. Bu da 10-cu. Bu neçə-neçə azalmalıdır ki, yəni şifahi formada da tapmaq olar bunu. Neçə-neçə azalmalıdır ki, getsin 10 alınsın. 3 azalır da, düzdür? Deməli, A11-imiz 13-dür. Belə də tapmaq mümkündür. 53-cü sual.
düzbucaqlıdır. OS-ni bizə verib, OD-ni verib və CD-ni verib. CD-ni qeyd eləyək buradaca. Deməli, düzbucaqlı da paralleloqramın bir növüdür. Diaqonallar kəsişdiyi nöqtədə yarı-bayarı bölünür və düzbucaqlının diaqonalları bir-birinə bərabər olduğuna görə burada OB, OS, OA və OD dördü də bir-birinə bərabərdir. Onda belə çıxır ki, OS ilə OD bir-birinə bərabərdir. Yəni 3x üstəgəl 1 bərabərdir 5x çıx 7-yə. X-ları o tərəfə yığaq, ədədləri bu tərəfə. 1-in üstünə 7 gəlik. 8 bərabərdir 2x-a, x bərabərdir 4-ə. Bizə düzbucaqlının perimetrini istəyir. Biz x-i tapdıq 4. Aparıb yerinə yazsaq, deməli, buranın 13 olduğunu görürük. Düzdür? OS 13-dürsə, bütöv AC olacaq 26. Bütöv AC olur 26. Vəssalam. Burada bir düzbucaqlı üçbucaq yaranır. Düzbucaqlı üçbucağın da katetinin biri verilib 10, hipotenuz 26. 26-ın kvadratından 10-un kvadratını çıxardanda 24-ün kvadratı qalır. Tərəfləri tapdıq. 10 və 24. Perimetrdə biz bilirik ki, 2 vurulsun. 10 üstəgəl 24 ilə hesablanır. 34-ü 2-yə vururuq. 68. Cavab olur 68. 53-cü, 54-cü sual. Deməli, ilk 12 natural ədədlər nömrələnmiş 12 kartın olduğu qutudan 2 kart çıxartdılar. Çıxarılan birinci kartın sadə ədəd. Deməli, 1-dən 12-yə kimi ədədlərin içərisindən gəlin sadə ədədləri yazaq. 2, 3, 5, 7 və 11. Deməli, bizə lazım olan çıxarılan birinci kartın sadə ədəd olması lazımdır. 12 dənə kart varsa hal-hazırda bizə uyğun olan 5-dir. Yəni 12-də 5 ehtimalla sadə ədəd gələcək. İkinci kartın isə 4-ə bölünən ədəd olması ehtimalı. İkinci kartın da 4-ə bölünən ədəd olması. 4-ə bölünən ədədləri də yazsaq. 4, 8 və 12. 3 dənə də variant belə var. 12-də 3. Bunları bir-birinə vuracağıq. Yox, burada kiçik bir səhv elədik. Bunları bir-birinə vurmamışdan qabaq. Burada kartın birini çıxartdıq. 12 yox, 11 kart qalacaq artıq. 11-də 4-ə vuracağıq. Baxın, elə bir hər hansısa bir sadə ədəd çıxartsaq, 11 dənə kart qalır. Artıq 11-də 4 ehtimalla 4-ə bölünən ədəd gələcək. Bunları da bir-birinə vuranda, deməli, ixtisar getsə, 11-də 3, 11-də 3 yəni 3 dənə 4-ə bölünən ədəd var. 11-də 3-ə vuracağıq. 11-də 3-ə vursaq, ixtisar getsə 4 qalır. 4-ü də 11-ə vururuq. 44-də 5 ehtimalla kartlarımızdan biri 5, daha doğrusu kartlarımızdan biri sadə, digəri də 4-ə bölünən ədəd olacaq. Davam edirik. 55-ci sual. İclas zalındakı, deməli, oturacaq 20% doldur, 60% doldu. Deməli, 40% 96-ya bərabərdir. 20% doluydu. 96 nəfər gələndən sonra 60% doldu. Deməli, 40% 96 olan ədəd tapırıq. 96-nı vuracağıq 40-da 100-ə. İxtisar getsə 24, cavab olur 240. Deməli, 240 dənə ümumi yer var. Yəni, biz bütöv tapdıq. Bu qədər. Suallar ümumilikdə çox da çətin deyildi. Yaxşı bir nəticə göstərmək olar buradan. Elə bir çətin sual açığı biraz məsələn bu 33-cü sual biraz maraqlı bir sual idi. Qalanları standart suallardır. Yəni topludan, güvənlə işlənilən suallardır. Yəni çox görmüşük də bu suallardan. Və 37-ci sual məsələn biraz necə şəkli çəkəsi olsaq biraz qarma-qarışıqlıq yaranır. Şəkil çəkəndə biraz çətinlik çəkərik. Ona görə məsələn düsturu bilməyimiz şərt idi artıq buradakı iki nöqtə arasındakı məsafə düsturu. 45-ci sualda nisbətən normaldır. Uğurlar.